gənclərin ruhunda bir üsyankarlıq var. Üsyankarlıq ruhu olmayan gənc deyil, bu yaxşı bir şeydir. Gənclərdə bir inkarçılıq var, tərslik var. Bu pis bir şey deyil. Heç bir pis deyil. Bunu düz istiqamətləndirmək lazımdır. Əksinə gənclərin üsyankarlığı din təbliğatçısının əlində olan imkandır. Gəncləri Əli əleyhissalam buyurur, yadınızdadır ki, keçən həftə dedim. Əli əleyhissalam buyurur ki, gəncləri zorla günahdan ayırmayın. Bir qədər başa salın, qoyun özü qopsun, özü ayrılsın. Gənclərin sənlə, əgər sən başlasan deməyə zorla öz iradə təlqinləsən, gənc sənlə razılaşmayacaq. Razılaşmamağına hörmət qoy. Bu düzgün məqamda istifadə eləmir, düzdür. Amma bu özü yaxşı bir şeydir ki, razılaşmır. Razılaşmamaq əslində azadlıq ruhudur. Bu keyfiyyət özü yaxşıdır. Sən o səndən hörmət görsə, daha rahat tapacaq yolu, sən zorla deməyindən. O görəndə ki, sən onun o azadlıq ruhuna hörmət edirsən, o daha rahat tapacaq. Yoxsa ki, cavanlarda bir azadlıq ruhu var, dinlə onu toqquşdururuq, o zaman dini seçmir heç zaman. Seçmək istəmir.